İmam Hüseyin bayrağına qadağa qoydular. Yahudilerin minorasını meydana çıxartdılar. Xəzər Lankeranla Neftçini qarşı-qarşıya qoydular. Qarabağı meydana çıxartdılar. Qarabağ futbol klubunu. Siz bilirsiniz də Qarabağ hansılara, kimlərə mənsubdur. Xaricdə fəaliyyət göstərən bəzi şəxslərin təxribat xarakterli çağırışları diqqət çəkir. Belə şəxslərdən biri də özünü dırnaqarası siyasi mühacir adlandıran Üzeyir Həsənovdur. O Lənkəranın Aşağı Nüyədi qəsəbə sakinidir. Onun adı bir sıra cinayətlərdə hallanır. Azərbaycanda inqilab olacaq. Tək olsun, hemen de diram olsun. Niye olmasın he? Onu İran yetiştirib, çok güzel eləyib. Kimi yetiştirib? Yunus Səfərov yetiştirib. Kimi yetiştirib? Talib Ağırzadanı yetiştirib. Talib Ağırzada kimi bilirsiniz neçə nəfərlərdir? Sayı hesabı yoxdur. Son illər bir sıra ölkələrdə yaşayan və özlərini siyasi mühacir və ya siyasi bloger adlandıran şəxslərin Azərbaycan əleyhinə fəaliyyət göstərməsi müşahidə olunur. Onlar sosial şəbəkələrdə müxtəlif düşmən dairələr tərəfindən maliyyələşdirilərək ölkə daxilində milli, dini və etnik zəmində qarşıdurma yaratmağa cəhd göstərirlər. Üzeyir Həsənov uzun illərdir artıq bu tipli paylaşımlar edir. Ukraynada yaşayan Üzeyir sosial şəbəkələr vasitəsilə Azərbaycan dövlətçiliyi və ictimai sabitliyi əleyhinə çağırışlar edir. O dəfələrlə ölkədə qarşılıqlı və ixtişaş yaradılması ilə bağlı fikirlər səsləndirib. Dini və etnik mövzular üzərindən təfriqə yaratmağa cəhd edib. O bu fəaliyyətini ələlxüsusda Cənub zonasında həyata keçirməyə cəhd edir. Onun bu cür dini etnik zəmində çağırışları bir neçə il əvvəl də müşahidə olunub və həmin vaxt hüquq mühafizə orqanlarının vaxtında müdaxiləsi nəticəsində mümkün qarşıdurmanın qarşısı alınmışdır. Xaricdən yönləndirilən bu cür təxribatçı fəaliyyətlər milli birliyə və sabitliyə zərbə vurmaq məqsədi daşıyır. Vətəndaşlarımızı belə şəxslərin çağırışlarına aldanmamağı çağırırıq.